Salam əzizlər, hər vaxtınız xeyir olsun. Bu videoda iyulun 5-i 2026-cı ildə keçirilmiş qəbul imtahanı suallarına baxırıq coğrafiya fənnindən. Deməli, birinci iqlim diaqramının aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün doğru fikir deyil. Doğru olmayanları seçmək lazımdır. Baxın, bu diaqramlarda əvvəlcə bunların hansı rayonlara aid olduğunu tapmaq lazımdır. Deməli, baxırıq ki, illik yağıntının miqdarı 1400-dür, temperatur 14 dərəcə. Bu Lənkərandadır. 247 14,4, yəni 247 yağıntıdır, 14,4 temperaturdur. Bu Bakıya uyğundur. 1036 illik yağıntının miqdarı 12,5 illik orta temperatur. Zaqatalada 571 yağıntı 9,6 dərəcə isə illik orta temperatur olmuş olur. Bu da Quba rayonunun ərazisinə uyğun gəlir. İndi baxaq görək hansı variantlar doğrudur. 1 ilə 4-də meşə var, Lənkəranla Qubada var. Bir problem yoxdur. Mülayim isti iqlim tipi yayılıb. 1 ilə 3-də Lənkəranda yayı quraq keçən mülayim istidir. Zaqatalada isə qışı quraq keçən mülayim istidir. Ona görə hər ikisində mülayim isti var. Xəzər dənizinə çıxışı var. Lənkəranın var. Bakının da var. Burada da bir problem yoxdur. Filiz faydalı qazıntılar var. 2 ilə 4-də. Bakı ilə Qubada filiz deyil, əsasən qeyri-filiz tikinti materialları daha çoxdur. Ona görə də cavab D variantı. Qafqaz dilarəsinə aid olan xalqlar yaşayır. Zaqatala və Lənkəranda bu da doğrudur. Düzdür. Deməli, D variantı səhv olmuş olur. Doğru fikirləri müəyyənləşdirin. Alyaska isti cəryan keçir. Təsiridir alyot adlarına. Bu doğrudur. Mozambik soyuq deyil, istidir. Ona görə səhvdir. Peru soyuqdur. Atakama səhrasının yaranmasına təsir göstərib. Şimali Atlantik cəryanı istidir. İrlandiya adası. Bu da doğrudur. Golfstream istidir. Braziliya yarası deyil. Golfstream Şimali Amerikanın şərqindən Florida yarımadası tərəfdən keçir. Golfstream ona görə bu, yəni Braziliya yarası deyil, olmaz. Somali soyuqdur, Şri-Lanka yox, elə Somali yarımadasından keçir. Bu da səhvdir. Ona görə 1, 3, 4 Y variantı doğrudur. 33-cü sualda Şərur, Laçın, Şərur, Qəbələ inzibati rayonları üçün ümumi xüsusiyyətlər. Ərazilərində yeraltı suları ilə qidalanan çaylar var. Doğrudur. Məsələn, Qəbələdən Türyan çayı. Ümumiyyətcə, Naxçıvan və Kiçik Qafqazın çayları daha çox yeraltı sularla qidalanır. Qəbələdən Türyan çayı. Bir doğru. Filiz faydalı qazıntıları rast gəlinir. Qəbələ Böyük Qafqazda, orada daha çox Böyük Qafqazda bir dənə Zaqatalada polimetal yataqları var. Ona görə də olmaz. Yəni, əsasən burada qeyri-filizli Qəbələdən. İki ölkənin həmsərhəddirlər. Laçın 1-dir. Ona görə olmaz. Bu da getdi. Ərazilərində soyuq iqlim formalaşıb. Yüksək dağlıq hissələrində soyuq var. Doğrudur. Yerləşdiyi iqtisadi rayonlarda yay otlaqları. Ümumiyyətcə, soyuq iqlim olan yerlərdə yay otlaqları olur. Doğrudur. Mülayimlərdə meşədir. Olmuş olur. Mülayimlərdə meşədir. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşirlər. Qəbələ Böyük Qafqazdır. Ona görə də səhvdir. 1, 4, 5 A variantı doğrudur. 34-cü sual. Ölkə əhalisinin 25%-ni azsaylı xalqlar, 4,5 milyonu isə əsas xalqlar təşkil edir. Ölkə əhalisinin ümumi sahəsinin 120 min olduğunu bilərək orta sıxlığı müəyyənləşdirin. Deməli, əsas xalqlar 4,5-dir. 4,5 milyon əsas xalqdır. Bu da, baxın, 25-i azsaylıdırsa, deməli 75-i əsasdır və ümumi əhalidə 100%-dir. X də bərabərdir 4,5 vur 100 bölünsün 75. Hər tərəfi 25-ə böləndə 3, 4. Burada qalır 1,5. 1,5 də 4-ə vuranda 6. Deməli, ölkə əhalisi 6 milyon nəfər təşkil edir. Sıxlığı tapanda isə sıxlıq əhalini, sıxlıq bərabərdir əhali bölünsün ərazi.
Vahidlərdən də tapa bilərsiniz. Baxın, nəfəri kvadrat kilometrə bölüb. Neçə nəfər vardı? 6 milyon. 6 milyon insan var. 120 min də ərazidir. Baxın, 4 dənə 0 getdi. Qaldı 600-ü 12-yə böləndə 50. 50-də Y variantı. 34-də Y variantı olmuş oldu. Sxemə əsasən ABC məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını və A məntəqəsi ilə C məntəqə arasında yerli vaxt fərqini. Əvvəlcə saat qurşaqlarını tapaq bunların. Görək hansı saat qurşaqları var. A 35 dərəcə qərb uzunluğudur. 35-i bölürük 15-ə. Baxın 35-dir. B 40 dərəcə şərq uzunluğudur. C də 75 dərəcə şərq uzunluğudur. Hamısını bölürük 15-ə. 2 dəfə 15, 30. Qalıq 5. Qalıq 7,5 keçmirsə, elə bu natamam qismət olduğu kimi qalır. 2. Amma qərb uzunluğudur. Qərb uzunluğu olduğuna görə 24-dən 2-nin çıxmaq lazımdır. O deyir 22-ci saat qurşağı. 22-ci saat qurşağı baxın B və D variantlarında var. Ondan sonra B-də 45-dir. 15-ə böləndə yenə 2, 30, qalıq 10. Baxın 7,5 keçdiyinə görə üzərinə 1 gəlir. 2-nin üzərinə 1 gələndə 3-cü saat qurşağı. Şərq yarımkürəsində olanda olduğu kimi qalır. Qərb yarımkürəsində olanda 24-dən çıxmaq lazımdır. 3-cü saat qurşağı elə D variantı doğrudur. O birlərinə də baxaq. C-də 75, 75 də 15-ə böləndə tam 5 dəfə düşür. Ona görə də bunun da cavabı 5. İndi A ilə C-nin arasında yerli vaxt fərqini istəyir. A 35 qərbdədir. C 75 şərqdədir. Müxtəlif yarımkürədə olanda toplayırıq. 15 üstə gəl 75. 35 üstə gəl 75. Eləyir 110. Arasında qurşaq vaxt fərqini istəyir. Deməli, bu 2-dədir. Yəni 0 ilə 22-nin arasında 2 dərəcə fərq var. 2 saat qurşağı. Bu 2-dir. C-də 5 dərəcədir. Müxtəlif yarımkürədə onu toplayırıq. Eləyir 7-ci saat qurşağı. C variantı. 36. Verilmiş xüsusiyyətlərin aid olduğu ölkəni müəyyən edin. Deməli, okean və ya dənizə birbaşa çıxışı var. Qeyri-istehsal sahələri üçün təşkil edir. Südlü, ətli istiqamətdə inkişaf edibdir. Deməli, baxırıq buradan. Fransa, ümumiyyətlə Avropa ölkələri südliyyətli, okeana çıxışı var və qeyri-istehsal sahələri. Bir doğrudur. İsveçrənin çıxışı yoxdur. Nigeriya qeyri-istehsal sahələri olmaz. Ümumiyyətlə varlı ölkələrdə qeyri-istehsaldır, inkişaf etmiş ölkələrdə. Nigeriyada getdi. Avstriya okeana çıxışı yoxdur. Danimarka doğrudur, Almaniya olar. Ona görə də 1, 5, 6 B variantı. Dənizə çıxışı olduğuna görə. Dənizə çıxışı olduğuna görə 2 ilə, yəni İsveçrə ilə Avstriya dənizə çıxışı yoxdur. Nigeriyanın isə ona görə çıxdı ki, burada qeyri-istehsal sahələri üstünü təşkil etmir. Əsasən istehsaldır. Elektrik enerjisi istehsalında seslərin daha çox olduğu ölkələr, seslərin çox olması üçün orada yəni suyun çox olması, çayların çox olması lazımdır. Türkmənistan olmaz. 1-2 Norveçdir, çoxluq təşkil edir. Ümumiyyətlə, yəni suyun çox olduğu yer. Küveytdə su demək olar ki, yoxdur, isti səhralıqdır. 4 ilə 5. 2, 4, 5. Liviya olmaz. Fransada daha çox atom elektrik stansiyasıdır. Ona görə də bu da olmaz. Yəni, haradakı sular daha çoxdur, orada su elektrik stansiyası tikilməsi əlverişli olar. 38-ci sualda deməli, doğru fikirləri müəyyənləşdirin. Atlas dağlarının yerləşdiyi bütün ölkələr respublikadır. Baxın, elə yerləşdiyi ölkələr hansıdır? Mərakeşdir, Əlcəzairdir, Liviyadır. Bir dənə burada Mərakeş monarxiya quruluşudur. Ona görə getdi. İndoneziya və Türkiyə 20-yə daxil olan ölkələrdir. Doğrudur. Verxyanski və Ural dağları ölkələr arasında təbii sərhəd rolunu oynayır. Xeyr, hamısı Rusiyanın ərazisində yerləşir. Ona görə də bir sərhədlik yoxdur burada. Braziliya dövləti Peru və Venezuela dövləti ilə həmsərhəddir. Doğrudur. Venezuelanın Peru ilə sərhəddir. Deməli, Braziliya Çili ilə sərhədlik yoxdur.
Bir də Boliviya ilə sərhədliyi yoxdur. Vyetnam Benqal körfəzi sahillərində yerləşir. Vyetnam xeyr. Vyetnam Sakit Okeandadır. Benqal körfəzinin çıxışı yoxdur. Kongo Kore Xalq Demokratik Respublikası və Laos sosialisti doğrudur. 2, 4, 6 A variantı. 38-ci sual. 38 dedi, 39. Məntəqələrin yerləşdiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyənləşdirin. Hansı xüsusiyyətlər var? Deməli, baxaq. Düzən meşə landşaftı yayılıb birdə. Doğrudur. Ümumiyyətlə düzən landşaftı burada Samur Dəvəçi, Qanıq-Ərçayda, Lənkəranda və Kürətrafı ərazilərdə yayılıb. Bir doğrudur. Doğru xüsusiyyətlər istəyir, ona görə də biri götürdük. Gətirmə konusları 2-də var. Çünki gətirmə konusları dağın düzənliyi qovuşduğu yerdədir. O da 2-yə uyğun gəlir. 2-ni də götürdük. Ağgöl Milli Parkı baxın buradadır. Ağgöl buralardadır. Ona görə də 3 olmaz. Vulkanik suxurlar geniş yayılıb 4-də. 4-də vulkanik yox. Neogen suxurlardır. Olmaz. Ceyran çöldü. 4-də getdi. Tektonik qalxma zonalarında yerləşir. Qalxma düzdür. Kiçik Qafqaz qalxmasıdır. 5-i də götürdük. Düz günəş radiasiyasının illik kəmiyyəti azdır. 6 yox. Bura Küraraz ovalıqdır. Burada daha çox olmuş olur günəş radiasiyasının illik kəmiyyəti. Ona görə də 1, 2, 5 D variantı. 40-da deyir. Litosfer tavalarının ayrılma sərhəddi və toqquşma sərhədləri olanları seçmək lazımdır. Hansılar yoxdur? Deməli, Orta Okean silsilələri. Orta Okean silsilələri divergent ayrılır, torpaq, yəni litosfer tavalar ayrılır. Ayrılanda çatlar əmələ gəlir və oradan vulkanlar püskürür, illər ərzində vulkanlar püskürür və belə okeanın ortasında dağlar əmələ gəlir. Bu divergentdir, yəni ayrılma. A bura. Sipər və Faylı dağlar bu ümumiyyətcə sərhədə uyğun deyil. Bunlar platformalardadır. Yəni geosiqnalın 4-cü mərhələsində platformalara uyğun gəlmiş olur. Platformalara uyğun gəlir. Yəni nə toqquşmadadır, nə ayrılmadadır. B heç birinə getməyəcək. Qırışıq dağlar deyirsə, burada çünki toqquşmada əmələ gəlir qırışıq dağlar. Toqquşmada C bura. Rift dərələri həmin o okeanda yaranan dağlar var, divergentdə yaranan. Onların arasında çökəkliklər əmələ gəlir. Həmin o da rift dərələri adlanır. Bu da D-də bura uyğun gəlir. Bir də dərinsulu okean novları toqquşmadadır. Bu hardadır? Subduksiya zonasında. Materiklə okean toqquşmasında. Materikdə iri dağlar, okeanlarda isə novlar əmələ gəlmiş olur. Məsələn, Antarktida deyir. Materikdə Antarktida dağ sistemi, okeanlarda isə Peru çökəkliyidir. Ondan sonra Kaliforniya çökəkliyi əmələ gəlmişdir. Bu da toqquşmaya aiddir, yəni subduksiyaya. 1 AD, 2 CY, Y variantı doğrudur. 41-ci sualda Şərri Rotbat, Arazboy və Zaqatala Lahıc. İndi baxaq. Deməli, qışı mülayim keçən yarımsəhra qurucu. Bu Arazboyuna uyğundur. Çünki mülayim sözü Naxçıvanda yoxdur, yəni Şərri Rotbatda olmaz. Zaqatala Lahıcda da orada qışı qura keçən mülayim istidir. Ona görə də A-nı yazdıq Araz boyuna. Yayı qura keçən mülayim istidir. Mülayim isti. Şərri Rotbatda yenə mülayim olmaz. Mülayim olmaz. Bu da yayı qura keçən mülayim isti deyil. Arazboy dedik ki, qışı mülayim keçəndir. Zaqatala Lahıcda isə qışı qura keçən mülayim isti. Ona görə də B heç bir variantda getmədi. Ondan sonra B olmadı. C-yə baxaq. Qışı soyuq keçən yarımsəhra qurucu. Hə, bax bu Şərri Rotbatda var. Bütün fəsillərdə bol yağıntılı yağan soyuq. Baxın, Şəki Zaqatalada var. Zaqatala Lahıcda. Mən dediyim Qanıq-Ərçaydadır. Qanıq-Ərçayda qışı qura keçən mülayim isti. O Qanıq-Ərçay düzündədir. Bütün fəsillərdə soyuq var.
Düzdür. Yəni qana qərçənin yuxarısı şəkil zəkatalıdır. Yağıntılar bərabər paylanan mülayim hissədə hər ikisində var. 1C, 2A, 3D, Y, A variantı doğrudur. 42. Kəsmə yüksəkliyi 10 metr olan nəzərə alaraq təpənin nisbi hündürlüyünü müəyyənləşdirin. Əvvəlcə nisbi hündürlük iki nöqtə arasındakı hündürlük fərqidir. İki nöqtə arasındakı hündürlük fərqidir. Deməli, kəsmə yüksəklik ən yuxarı zirvə 41-dir. Baxırıq ki, bergişdiriklər kənara doğrudur. Deməli, dağdır. Yuxarıdan aşağıya doğru düşürük. Ən yuxarı hissəsi bu 41 olandır. Aşağı düşdükdə isə 41-dən əvvəl 10-a bölünən ilk ədəd hansıdır? Əlbəttə ki, 40-dır. Yavaş-yavaş düşürək aşağı. 40, 30, 20, 10. Nisbi hündürlük dedikdə isə ən yuxarı zirvənin ən aşağı nöqtənin arasındakı hündürlük fərqini tapmalıyıq. Deməli, ən yuxarı nöqtə 41-dir, ən aşağı nöqtə isə 10 tapdıq. Bundan bunu çıxanda 31 eləmiş olur. Cavab B variantı. Ondan sonra 43. Burada deməli savanna və seyrək meşələr, tayqa, cod yarpaqlı meşələr. Baxaq görək hansılara uyğun gəlir. Ancaq şimal yarımkürəsindədir. Bu tayqadır. Çünki tayqa mülayimdədir. Mülayimi kəskin kontinentaldadır. Bu da şimal yarımkürəsində. Cənub yarımkürəsində yoxdur. Cənub yarımkürəsində daha çox mülayim kontinental, bir də ki ən çox mülayim dənizdir. Şimal yarımkürəsində mülayim kontinentaldır. Cənub yarımkürəsində mülayim dəniz daha çoxluq təşkil edir. Ona görə də A-nı yazdıq bura. 2. Subekvatorial iqlimdə savannadır. Savanna və seyrək meşələr. Mövsümü dəyişkən müşahidə olunmur. Bu hamısında dəyişkənlik var. Yəni yay ilə qışın arasında. Fərqli təşkil edir. Mövsümü dəyişkənlik müşahidə edilmir. Yox, bu olmaz. Ondan sonra il boyu quraq olur. İl boyu quraq o da heç birisində uyğun gəlmir. Çünki savannalar yayda rütubətlidir, cod yarpaqlar qışdadır, tayqa il boyu rütubət, yəni rütubətli deyəndə soyuq olduğuna görə rütubətlənmə misalı birdən böyük olur. Yağıntı da azdır, buxarlama ondan da azdır. Ona görə də quraqlıq yoxdur burada. D də olmaz. Araq dənizindədirsə, Araq dənizi iqlimdirsə, bu da cod yarpaqlı meşələrə uyğun gəlir. 1B, 2A, 3Y. B, A, Y. C variantı doğrudur. İl boyu nisbi rütubətliyin daha aşağı olduğu məntəqələrin xəritə sxeması əsasən müəyyən edin. Nisbi rütubətliyin aşağı olması. Nisbi rütubətliyin də aşağı olması üçün deməli bizə quraq yerlər lazımdır. Yəni nisbi rütubət nədir? Havada olan su buxarının faizlərlə qiyməti, faizlərlə göstəricisidir. Ona görə də yəni nisbi rütubət aşağıdır, ona görə ki su buxarı azdır. O da 1-də Atakanmadır, 2 yox, olmaz, 3 Böyük Səhradır, 4 4-də yox, rütubətlidə bura mülayim dəniz. Mülayim dənizdir, olmaz. 5-də düzdür, Qaraqum səhrası, 5, 6 isə yağıntının çox yağdığı yerlərdən biridir. O da olmaz. Ona görə də 1, 3, 5, B variantı doğrudur. 45-ci sual. Əsasən dağları müəyyən edin. Hansı dağlar olduğunu. Deməli, burada hansı dağlar uyğun gələr? Baxın, belə suallar işləyən zaman hər birinin ayrı-ayrı xüsusiyyətlərinə. Paleozoy yaşlıdır. Baxın, birincidə deyir paleozoy yaşlıdır. A variantını 1-ə veribdir. Paleozoy. Atlas dağları paleozoy deyil, kaynozoydur. Kordilyer kaynozoydur. Mezozoy, kaynozoy. Olmaz. Sonra isə aid olduğu materikin şərqindədir. Aid olduğu materikin şərqində. Baxın, Skandinaviya qərbindədir. Məsələn, baxın, burada paleozoy yaşlı veribdir. Paleozoy. Əgər C variantını desəydi, Uraldan Kap. Hər ikisi paleozoydu, onu ortada verərdi. Verməyib. Deməli, bu da olmaz. İndi baxaq gör, həqiqətən D variantıdırmı? Deməli, paleozoydur, doğrudur. Və aid olduğu materikin şərqindədir. Şimali Amerikanın şərqindədir, doğrudur. İndi isə B ilə Y-yə baxaq. Kaynozoyda yaranıb A doğrudur.
və daimi qar xəttinə malikdir. Hündürlüyü çoxdur. Əsasən orada 4807 metrdir, amma 2500 metrdən artıq qar xətti başlamış olur. Doğrudur. Hər ikisinə aid olan xüsusiyyət inkişaf etmişlərdədir. Apalaç Amerika Birləşmiş Ştatları ilə Kanadada, Alp isə İsveçrə, sonra Avstriya bu ərazilərdə yerləşir. Doğrudur. Bir də F-də şimal yarımkürəsindədir. Doğrudur. Ona görə də elə D variantı doğru cavabdır. 46-cı suala baxaq. Deməli, dəmir filiz hasilatı, neft-qaz hasilatı. Hər ikisinin olduğu yer. Neft-qaz hasilatı. Deməli, variantlara baxaq. Asiyada dəmir filizi var, neft-qaz da var. Məsələn, Ərəb ölkələrində, Cənub-Qərbi Asiyada var, dəmir filizi də Çində, sonra Hindistanda mövcuddur. Ona görə də A-nı götürək. Afrikada dəmir, məsələn, baxın, neft-qaz da var, Çində doğrudur. Liviyada dəmir filizi yox. Avropada ümumiyyətcə faydalı qazıntı baxımından o qədər də yüksək səviyyədə inkişaf eləməyib. Üçü də çıxaq. Latın Amerikasında dəmir, Uruqvay. Uruqvay yox. Neft-qaz yoxdur. Olmaz. Şimali Amerikada, ABŞ-da hər ikisi var. Doğrudur. 1 ilə 5. C variantı düzdür. Ondan sonra 46. Dağ kserofit bitkilərinin geniş yayıldığı ərazilər. Daha çox bunlar Naxçıvandan Lənkəran, Naxçıvan yüksək dağlıq hissələri ilə bir də ki, Talış dağlarında müşahidə olunur dağ kserofitlər. Bu da 3 ilə 5-dən. B variant. Talış dağları 3, bir də Naxçıvanın dağlarında var. Dağ kserofit. Yəni kserofit quraqlığa davamlı olan bitkilərdir. 48-ci sualda deməli dəniz nəqliyyatı. Beynəlxalq yüklərin çox hissəsi daşınır. Baxın, dünyada dəniz nəqliyyatı yüklərin daşınmasına görə birinci yerdədir. Beynəlxalq yüklərin. Ən çox da Atlantik okeandadır. Çünki Avropa ilə Amerikanın arasında yük daşımasını həyata keçirir. 1-ə A. Qitələrarası sərnişin daşınmasında birincidir. Sərnişin daşınmasına görə, yəni qitələr arasında. Birinci yerdə avtomobildir sərnişin daşımasına görə. Amma qitələr arası deyəndə ortada su olduğuna görə sərnişin daşımasında hava nəqliyyatı birinci yerdədir. B-də bura. Ondan sonra Qərbi Avropa və Şimali Amerika ölkələri arasında yük daşımalarda rolu böyükdür. Baxın, həmin ki, yük daşımasında birinci yerdədir. Dənizdir. Dəniz. Atlantik okeanından, çünki ikisi inkişaf etmişdir və bir-birlərindən geniş ticarət əlaqələri saxlayırlar. Ən sürətli və dinamikdir hava nəqliyyatı, çünki tez çatmaq olur. Yəni daha sürətlidir, həm də rahatdır. Hava şəraitindən asılılığı nisbətən azdır. Dəmir yolu. Çünki dəniz nəqliyyatında dənizdə fırtınalar ola bilər. Nəqliyyatı yəni oradan gedişi narahatlıq yarada bilər. Hava nəqliyyatda həmçinin. Məsələn, havada turbulanslar baş verə bilər. O da yəni dumandır, küləkdir. Bunlar olanda o da hava nəqliyyatına mənfi təsir göstərir. Amma dəmir yolu nəqliyyatının belə bir problemi yoxdur. Y-də bura. 1AC, 2BD, 3Y. Y variantı doğrudur. 49-cu sualda dağ ətəyinin okean səviyyəsindən havanın temperaturu 20 dərəcə. Dağın ətəyində, okean səviyyəsində yüksəklik metrdir. Burada seçməliyik. Okean səviyyəsində havanın temperaturu 20 dərəcə. Baxın, burada 20 dərəcə. Buradan yamaç boyu hərəkət edən səyyah A və B məntəqələrində havanın temperaturunu ölçdü. A-da və B-də. Bu məntəqələrdə temperaturunu düzgün göstərən qrafiki müəyyənləşdir. Baxın, deməli A 0 metrdədir. 0 metrdədir. Və buradan A-da 1500 metr hündürlükdən keçir. Deməli, iki nöqtə arasında 1500 metr fərq var. 1000-də 6-dırsa, 1500-də x-dir. X-də bərabər olur 9-a. Deməli, 9 dərəcə aşağı düşübdür. Çünki yuxarıya doğru qalxır. Ətəkdə 20 dərəcə varsa, deməli, A-da
20-dirsə 9 çıxanda 21 dərəcə. 11 dərəcə. 11 dərəcə. B-də isə 3000 metrdir. 1000-də 6-dırsa 2 nöqtə arasında 3000 metr fərq var. 1000-də 6-dırsa 3000-də olur 18 dərəcə. Deməli 18 dərəcə 20-dən 18 çıxanda 2 dərəcə eləmiş olur. Deməli baxırıq. A 11-də B2. A 11 B2. Elə 49-da baxın, axı bu aşağıdan 20-dən başlamalıydı. Ona görə də bura səhvdir. Başlanğıc yeri 20 idi də o. C-də, baxın 20-dir, A 11-də B2-də olmuş olur. Məsələn, burada 20-dən başlamayıbdır. Bu 20-dən başlayıb, amma 11 deyil, 2 deyil. Ona görə də C variantı doğrudur. Verilən xüsusiyyətlərin Türk dövlətinə aid olanları müəyyənləşdirin. Materik daxili ölkə olsa da, çay və kanallar vasitəsilə okeana çıxa bilir. Rəqəmlərlə qeyd edin. Birinci. Deməli, baxırıq nəyə? Materik daxilidir, amma dünya okeanlarına çıxa bilir. Baxın, elə biri Qazaxıstan, Xəzər dənizinə aid olsa da gedib çıxa bilir. Bir də ki, Türkmənistan. 1. Onun da materik daxilidir, çay və kanallarına dünya okeanlarına çıxa bilir. Çünki Xəzər dənizi vasitəsilə buradan Ural çayı, Volqa Don kanalı, Don, oradan da gedib tökülür Azova. Bunlarda okeana gedib çıxmaq olur. Deməli 1-dən 3. Qazaxıstandan Türkmənistan. Daha doğrusu 1 Türkmənistan, 3 Qazaxıstan. 1-3. O da bir dənə elə C variantındadır. Sonra çayların 2 okean hövzəsinə aiddir. Çayları 2 okeana aiddir. Bu da Türkiyədir. Buradan Atlantik okeanına gedib çıxa bilər. Buradan da məsələn bunlar gedir Hind okeanına tökülə bilir. Türkiyə ərazisi olar. Əhalinin çox hissəsi Uyğurlardır. Uyğurlar da özbəklərdir. Özbəklər Uyğur qrupuna aid. 4-cü yerdə 4 dağlıq relyefdir. Qırğızistan. Dağlıq relyefdir. Altay dağları mövcuddur. Ondan sonra 4-də bu da C variantı olmuş olur. Xarici iqtisadi əlaqələrin mühüm rol oynayan nəqliyyatlar. Azərbaycan xarici iqtisadi. Baxın, Bakı-Ceyhan dəniz su nəqliyyatı deyil. Qurudu. Neft kəməridir. Bakı-Poti Gürcüstanda, o da neft aparır. Baxın, Bakı-Bektaş Türkmənistandandır. Bakı-Akdağ Qazaxıstandandır. Bakı-Astara. Astara özümüzünküdə xarici deyir. Bakı da bizimdir, Astara da. Hər ikisi Azərbaycandır. Ona görə də bu olmaz. Bakı-Əjdarxanda Rusiya. Ona görə də 3, 4, 6 A variantı doğrudur. 52. Şərti işarələrə əsasən Azərbaycan faydalı qazıntılarının müvafiq olaraq müəyyənləşdirir. Deməli, baxın, bu polimetallı mis, civə. Elə C variantından doğrudur. Kastaq polimetaldır. Mis Qaradağdır, Narzanlıdır, civədir. Nehrəm duzdur. Şahdaqlı travertindir. Olmaz. Mehmana daşsalahlı gipsdir. Olmaz. Mazımçay, hamamçay şeydir. Dəmir. O da olmaz. Ağcakent gipsdir. Olmaz. Miqyası 55 milyon olan əsas çay və qollarının uzunluqları 4 santidir. Çay şəbəkəsinin sıxlığı 0.4 olarsa, su toplayıcı hövzəsinin sahəsini hesablayın. Baxın, cavab verir. Kvadrat kilometrlə olmalıdır. Əvvəlcə baxaq, buradan hesablayaq. Miqyası verib, baxın, miqyasa aid hesablamanı eləyək. Deməli, 1 santıda, 1 santimetrdə 50 kilometr var. 4 santimetrdə santimetrin altına yazıldı. İkisi də bərabərdə 54-də vuranda 200 kilometr. 200 kilometr. Deməli, 200 kilometr. Bildiyimiz kimi hövzənin sahəsini tapmaq üçün uzunluğu S bərabərdir. Uzunluğu sıxlığa bölmək lazımdır. Niyə? Baxın, 200 kilometrdir. Bunun da vahidi kilometr bölsün kilometrin kvadratıdır. Amma bizə cavabı kvadrat kilometrlə veribdir.
Birində kilometr var. Bir də ki, kilometr bölünsün kilometrin kvadratı var. Biz bunları neynəsək, cavab kvadrat kilometr alınır. Əlbəttə ki, bölmək lazımdır. Böləndə birinci qalır, ikinci tərsinə vurulurdu. Yəni kilometr vurulsun, bölünsün, daha doğrusu kilometr bölünsün kilometrin kvadratı. Böləndə də birinci qalırdı, ikinci tərsinə vurulurdu. Kvadrat kilometr yuxarı qalxdı, bu da belə. Bununla da bu getdi, cavab qaldı kvadrat kilometr. Yəni sadə reysi məsələ. Deməli 200'ü bölürük 0.4'e 200'ü 0.4'e böləndə hər tərəfə 10'a vursaq 2000 bölünsün 4 o da 500 eləmiş olur. Cavab oldu 53'te 500. Ondan sonra kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Çin, Polşa, Rusiya kartofçuluqdur, düzdür. Çünki qara torpaqları var. Qazaxıstan, Argentina, Fransa iri buğda ixracatçıları. Fransa, Qazaxıstan, Argentina qara torpaqları var. Fransada olmasa da, amma Fransada buğda istehsalına görə fərqlənir. Yəni bunlar ithal eləməzlər, ixrac edirlər. Ona görə də səhvdir. Bir doğru. Dəmiyə əkinçiliyi inkişaf etdiyi ərazilərdə yağıntılar fəsillər üzrə bərabər paylana bilər. Doğrudur. Çünki dəmiyə əkinçiliyində yağış soluyur. Süni su varmaya ehtiyac yoxdur. Doğrudur. Buğdanın əkin sahələri çay plantasiyaları əsasən daha genişdir. Buğda dünyanın bütün ərazilərində əkmək mümkündür. Çünki yəni aqroiqlim ehtiyatlarının yüksək olmasına o qədər də ehtiyac yoxdur. Yəni ona görə də bu doğru fikirdir. 1, 3, 4 doğrudur. Şəkər çuğundurun əsas istehsalçıları Braziliya, Kuba, Venezueladır. Şəkər çuğunduru mülayimdə qamışı subekvatorialdadır. Braziliya, Kuba, Venezuela yəni rütubətli ərazilərdədir. Bu qamışdır. Çuğundur mülayimdədir. Polşa, Rusiya, Belarus bunlar. Qaragöy qoyunçuluğu mülayim dəniz yox. Qaragöy qoyunçuluğu kontinentalda, Mərkəzi Asiyada olmuş olur. Orada da mülayim dəniz yoxdur. Subtropik, kontinental, mülayim kontinental ərazilərinə uyğun gəlir. 6 daha doğrusu səhvdir. 1, 3, 4 doğrudur. 55. Doğru sıraları müəyyənləşdir. Doğru sıralar. Candargöl yarımsəhra gölçölüdür. Daşkəsəndə deyil. Candargöl Qazax Tovuz ərazilərində yerləşir. Daha çox Tovuzda. Tovuz. Səhvdir. Batapat yay qura keçəndir. Şahbuz rayonunda Günnüt Qapıcıq doğrudur. Maragöl yarımsəhra gölçölü. Göygöl Gəncə yarımsəhra gölçölü olmaz. Mülayim istidir. Olmaz. Ağzıbirçala yarımsəhra gölçölü Şabran rayonundadır. Samur Dəvəçi doğrudur. Götürdük. Acınıxur qışı quraq keçən mülayim isti əsasən yarımsəhra gölçölüdür. Səhvdir. İsmailli. İsmailli yox. Acınıxur Şəkidə. Qaxda, qax. Olmaz. Sarısu yarımsəhra gölçölü imişdi. Küraraz doğrudur. 2, 4, 6 düzdür. Ondan sonra xətti sxemdə iqtisadi rayonlar üçün ümumi əlamətlər. Deməli, Lənkəranla Naxçıvan. Modul tipli var, doğrudur. Modul Lənkəranda da var, Naxçıvanda da var. Biri götürdük. Tərkibində olan inzibati rayonların sayı eynidir. İnzibati rayonların sayı. Yox, Naxçıvanda daha çoxdur. 9 dənədir. Lənkəranda 6, 7 dənə. Olmaz. Yəni bunu silək. Deməli, bir doğrudur. Biri götürdük. İnzibati rayona yox. Subab Abçəməliyə yay otlaqları kimi istifadə olunur. Yox, yoxdur burada. Çünki Lənkəranın çox olması üçün hündür olmalıdır. Orada da yoxdur. Dağsarı buradadır. Lənkərandadır təkcə. Oxşar deyil. Ona görə də bu da getdi. Poligon yaşlı hər ikisidir. Özü də poligonun vulkanogen suxurlarıdır. Meyvəçilik üzrə ixtisaslaşıblar. Bu da doğrudur. Lənkəranda faraj, yəni tez yetişən. Naxçıvanda isə çərdəkli meyvəçilik. Ərik, şəftəli bunlar aiddir. Ondan sonra deməli 1, 5, 6 doğrudur. 57-ci sualda. Deməli A-da deyir, materikin ucqar nöqtəsi yerləşir.
Materikin ucqar nöqtəsi Somaliyə aiddir. Rasxafın burnu Somalidə yerləşir. Doğrudur. Ərazisi inkişaf etmiş ölkədir. Jutlandiya. Doğrudur. İki işıqlanma qurşağında yerləşir Madagaskar çünki cənub tropiki kəsir. Bu da doğrudur. Ərazisində mühüm gəmiçilik kanalları keçir. Jutlandiyada var. Baltik dənizi ilə Şimal dənizini bir-birindən bitişdirir. Kil kanalı. Jutlandiyadadır. D də bura getdi. Soyuq okean cəryanlarda Somaliya məruz qalır, elə soyuq Somali cəryanı olmuş olur. Bu da belə. Bu da belə. İndi baxaq situasiya suallarına. Tədqiqatçı Oslo şəhərindən 60 dərəcə şimal enliyi, 10 dərəcə şərq uzunluğuna paralel boyunca 2790 km hərəkət etdikdən sonra A məntəqəsinə çatdı. Deməli, baxaq nə? 2790-dır. Gedibdir. 60 dərəcəli paralelin üzərində hərəkət edib də, çünki Oslo şəhərindən paralel boyunca, yəni 60 dərəcə şimal enliyinin üzərində hərəkət edibdir. Bunun da 1 dərəcəlik qövsün uzunluğu 55,8-dir. Tapmaq üçün 2790 55,8-ə böləndə cavab olur 50 dərəcə. 50. Deməli 50 dərəcə hərəkət edibdir bu. İndi şərqəmi, qərbəmi. Bu məntəqə London şəhərindən 4 saat irəlidədir. Londondan irəlidədirsə, deməli Londondan şərqdəymiş. Deməli biz şərqə doğru getməliyik. O zaman məntəqə olur hara? 60 dərəcə şimal enliyi. Şərqə gəlir. 10 dərəcə şərq uzunluğuna idi. 50 dərəcədə gələndə 60 dərəcə şərq uzunluğuna gəlib düşəcək. 50 dərəcə şərq uzunluğuna gəlib çıxacaq. 4 saat A məntəqəsinin qədim dağ sistemi yerləşir. A məntəqəsində. Bu dağ sisteminin qərbində qədim platformaya aid olan X düzənliyi, şərqində cavan platformaya aid olan Y düzənliyi. X düzənliyinə axan ən uzun çay daxil axarsız hövzəyə aiddir. Y düzənliyinə axan ən uzun çay isə Şimal Buzlu okeana aiddir. Deməli, aparılan tədqiqatların aid olduğu xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Deməli, cədvəldə birinci bizdən istəyir ki, tədqiqatçının hərəkət etdiyi azimut və istiqamət. Dedi ki, şərqə doğru hərəkət edib də azimut və istiqamət deyir. Azimut dərəcə ilə olanda, yəni 90 dərəcə. İstiqamət şərqdir. Niyə? Çünki paralel üzərində hərəkət edib. Biz bilmirik axı şərqə gedib, qərbə gedibdir. Onu bilmirik. Onu buradan bilirik. Londondan 4 saat irəlidədir. Londondan irəlidədirsə, deməli bu şərqdəymiş də. Şərq daha irəlidədir. 90 dərəcədir və şərq istiqamətində gəlmiş olur. X və Y düzənliklərin adını istəyir. Deməli, X bu gəlib çıxıbdır. Baxın, 4 saat irəlidədir deyir də. 4 saat irəlidə. Deməli, bu 15 dərəcə, 4 saatsa 1 dərəcə 15. 1 saatim 15 dərəcədirsə, 15 dərəcədirsə 4 saatim 60 eləyər. Deməli 60 dərəcə şərqə gəlir. Ha, başlayın. Burada mən niyə 60 yazdım? 60 dərəcə şərqə gəlibsə, deməli 10-daydı. 60-da gələndə 70-ə düşər də. 70. İndi hansı dağa gəlir? Ural dağlarına gəlir. Uralın şərqində, yəni baxın, dağ sistemini qədimdir. Qərbində, qərbi X-dir. Qərbində Şərqi Avropa düzənliyidir. Y isə cavan platformadır. Dağın şərqində cavan platforma hansıdır? Qərbi Sibir ovalıdır. Budur. Və bizdən həmin o geoloji dövrü istəyir. Dağın olduğu geoloji dövr. Ural dağlarda bildiyimiz kimi Paleozoya aiddir. Paleozoya aiddir. İndi bu bir sualımıza baxaq. 58-ci sualda bu qədər. Budur. İndi tədqiqatçının başlandığı və bitdiyi ölkənin adı. Başlayır, hardan bilirik? Ən azından koordinatlardan tuta bilməsəz Oslo şəhəri. Oslo Norveçin paytaxtıdır.
Deməli Norveçdən başlayıb. Bu ikinci isə bitdiyi yerdə Rusiyada qutarardı. Çünki Ural Rusiyadadır. Hərəkət etdiyi paralelin 1 dərəcə qövsün uzunluğu. Dedi ki 55,8-dir. Bunun da əslində tapılma yolu var. Belə əzbər bilməsəz də tapılma yolundan istifadə edək. Necə? 2790 deyil, ümumi kilometr. Dedi ki, iki məntəqə arasında 60 dərəcə fərq var. İki məntəqə arasında 60 dərəcə fərq var. Hardan bilir? Bu 4 saat söhbətindən. 1 saatim 400-ə 1 saatim 15 dərəcədirsə 4 saatim 60 dərəcə eləyir. Oradan tapdıq və 60 dərəcə aralarında fərq var. Aralarında fərq var. İndi bu 10-dadır. 10 dərəcə şərq uzunluğudur. 60-dan 10 çıxırıq, yəni aralarında 50 dərəcə. Niyə? London axı 0-dadır. 0-dan gəldim bura 60 dərəcəli enlikdə yerləşir. Deməli bu məntəqə 60 dərəcə şimal enliyib. Burada səhvli oldu. Məntəqə hardadır? Baxın, Greenwich buradadır. Londondan keçir, deməli Greenwichdən keçir də 0-dadır. 60 dərəcə şimal enliyi üzərində hərəkət edib. Bu heç 60 dərəcə şimal enliyi. 0-dan 60 dərəcə şərqə gəlib 60 dərəcə şərq uzunluğundadır. 60 dərəcə şərq uzunluğunda. Amma axı Oslo şəhəri 10 dərəcə şərq uzunluğundadır. Deməli bunların arasında 50 dərəcə fərq var. Yəni Oslodan 60 dərəcə şərq uzunluğuna getmək üçün 50 dərəcə lazımdır. 2790-ı da 50-yə böləndə o deyir 55,8. Bunu belə əzbər bilməyə ehtiyac yoxdur. Əzbər bilməli olanlar hansıdır? 1 dərəcə Greenwich'in uzunluğu, ekvatorun uzunluğu və 40 dərəcə enliyin uzunluğunu əzbər bilmək lazımdır. Amma bunları belə məsələnin içindən tapmaq olar. Olmasa da verirlər. Suallarda olur. Deməli 1 dərəcə qövsün uzunluğu oldu 55,8 dərəcə. Paralel çevrəsinin keçdiyi materiklər hansıdır? A məntəqəsini yerləşdirib. Yəni 60 dərəcəli hardan keçir? Avrasiyanın Şimal Amerikadan keçir. Bunlardır. Bu da bu qədər. Ondan sonra X və Y düzənliklərinin deməli X və Y düzənliklərinin hər birindən axan ən uzun çay. X-in ümumiyyətcə baxın burada deyir ki, dəqiqə bunları silək. Deməli burada məntəqə harda oldu? Məntəqə 60 dərəcə şimal enliyi, 60 dərəcə şərq uzunluğudur. Ondan 50 dərəcə şərqə gəldi. Hə. X düzənliyi hansıdır dedi? X düzənliyi Şərqi Avropa düzənliyidir. Şərqi Avropa düzənliyindən baxın, axan ən uzun çay daxilə xarsız hövzəyə. Yəni söhbət Uraldan gedir və daxilə xarsız hövzəyə Xəzər dənizinə gəlib tökülür. Deməli, bu oldu X. Ən uzun çay X-inki oldu nə? Volqa. Buradan isə o birisi nə idi? O birisi isə IDD X düzənliyi, Y düzənliyi, X düzənliyi, hə, o da Y-də onun şərqində idi. Yəni Şərqi Avropa düzənliyi. Buradan da keçən ən uzun çay Ob çayıdır. Ən uzunu soruşur. Ob çayı yerləşir. X və Y düzənliklərinin hər ikisində yayılan eyni təbii zonalar ən azı X-in nümunə kimi göstərmək lazımdır. Buradan tundra, yəni düzənliklərin hər ikisində yayılanlar hansılardır? Tundradır, meşə tundra, tayqa, çöllər, enliyarpaqlı və qarışıq meşələr mövcuddur. Baxın, bizdə ən azı iki nümunə istəyir. 2 nümunə deyirsə, X-ni yazmaq lazımdır. Birini yazsanız yarı bal verir. Yəni çoxun ziyanı yoxdur. Əsas odur az yazmayın. X və Y düzənliklərində geniş rast gəlinən eksogen relyef formaları. Əlbəttə ki, bura ovalıqdır. Hər ikisi ovalıqdır. Ona görə akkumulyativdir. Çaylar olduğuna görə alluvial düzənliklər də mövcuddur. Mülayimin kontinental ərazilərindədir. Yəni Şərqi Avropa düzənliyi mülayim kontinentaldır, amma Orta Qərbi Sibir ovalığı isə kəskin kontinentala aiddir. Hər ikisində buzdaqlar var, morenlərdir.
yəni buzlaq mənşəli eksogen relyef formalarına rast gəlinir. Həmçinin də çayları olduğuna görə düzənlik çaylardır, U şəkilli dərələr yaratmış olar. Deməli bu qədər. Yəni situasiya suallarını işləyən zaman hər bir cümlələrini diqqətlə təhlil etmək lazımdır. Yəni sualların cavabları əslində sualların mətnin içərisində olur. Sadəcə onları diqqətlə oxuyub və oxuduqlarınız hazırlıqlar vaxtı oxuduqlarınıza yadınıza salaraq bu situasiya suallarını yazmaq daha asan olar. Deməli bu qədər. Sağ olun. Hələlik.